Qubada 21-ci əsrin ən vacib bacarıqlarından biri olan məntiqi düşüncə və proqramlaşdırma üzrə yeni bir mərhələnin başlanğıcı qoyulub. Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsi çərçivəsində fərdi layihələr kateqoriyasının qalibi Məntiqzadə layihəsinin rəsmi təqdimat mərasimi keçirilib. Tədbirdə məktəb rəhbərləri, müəllimlər, valideynlər və layihəyə seçilmiş şagirdlər iştirak ediblər. Mərasim Azərbaycanın elm və innovasiya gündəliyinə uyğun şəkildə bölgələrdə istedadların dəstəklənməsi və gənclərin gələcək rəqəmsal peşələrə hazırlanması baxımından xüsusi önəm daşıyır. Layihəmizin əsas məqsədi 5-ci sinif şagirdlərinin riyazi məntiqini inkişaf etdirməklə yanaşı, şagirdlərdə Lütfüzadə adına riyaziyyat informatika olimpiyadasına hazırlaşdırmaq istiqamətində olan bir layihədir. Digər istiqaməti isə 6-cı sinif şagirdlərində alqoritmik düşüncə və onların proqramlaşdırma sahəsində biliklərinin formalaşdırılması, gələcəkdə onların texnologiya sahəsində yönəldilməsi sahəsində fəaliyyət göstərəcək bir layihə olacaq. Biz inanırıq ki, bu fəaliyyət göstərəcəyimiz 5 ay ərzində layihəmizin şagirdlərə, rayonumuza böyük töhfəsi dəyəcək. Təqdimat mərasimində çıxış edən layihə rəhbəri Lalə Məmmədova həmçinin bildirdi ki, bu təşəbbüs sayəsində Quba şəhərinin 40 nəfər şagirdi növbəti 5 ay ərzində müasir tədris metodlarına əsaslanan xüsusi proqramla təlim keçəcək. Şagirdlərə məntiq testlərinin həlli, analitik düşünmə, proqramlaşdırma alqoritmləri, sadə kodlaşdırma tapşırıqları və innovativ layihələr üzrə biliklər veriləcək. Təlim müddətində uşaqlar həm də komanda işi, problem həll etmə, yaradıcı düşüncə kimi 21-ci əsrin vacib bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Mütəxəssislər vurğulayıblar ki, layihəni fərqləndirən ən vacib cəhət bölgədəki istedadlı uşaqların elm və texnologiya sahəsinə cəlb edilməsidir. Bizim məktəbimizdən də 15 şagird bu layihədə iştirak edəcək və düşünürəm ki, şagirdlərimiz nəticədə Lütfüzadə adına olan olimpiyadada böyük uğur qazanacaq. Sırf şagirdlərin dəstəklənməsidir, məntiqlə bağlı olan hissəsini vurğulamaq istərdim ki, belə deyək də məktəbdə xüsusi bir dərnəkmi, fakultativlərdə biz bu məntiq dərslərini şagirdlərə təqdim edirik, amma bu zaman artıq sırf biz istədiyimiz şagirdləri bu layihəyə cəlb edə bilirik. Tədbir sonunda layihənin gələcək mərhələləri haqqında məlumatlandırma ilə davam edib. Şagirdlərin qarşıdakı aylarda keçəcəyi tədris planı, iştirak edəcəkləri olimpiyadalar və mümkün əlavə fəaliyyətlər barədə məlumat verilib. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib. Xanım Xatun Sahib Məmmədli, Çingiz Qədimli, Qafqaz TV üçün.